Kosmosda insan əli formasında görüntünün əmələ gəlməsi Həzrət Mehdinin çıxış əlamətidir. O zaman Həzrət Mehdinin zühuru dövründə səmada bir əl görünəcək. Əsma bint Üməys dedi ki, o günün Həzrət Mehdinin zühurunun əlaməti səmaya uzanan və insanların seyr etdiyi əldir. Bu hədisdə Həzrət Mehdinin çıxış əlamətlərindən biri olan səmaya uzanan əldən bəhs edilir. NASA-ya məxsus Chandra Orbital Rentgen rəsədxanasından əl formasında olan neytron ulduz dumanlığının digər bir ulduz dumanlığını saxlaması şəklində görüntü müşahidə olunub. Bu dumanlıq NASA tərəfindən Tanrının əli adlandırılmışdır. 15 aprel 2009-cu ildə məşhur CNN xəbər agentliyi bu hadisəni xəbər verərkən təxminən hədisdəki ifadələri eyni ilə təkrarlayaraq kosmosa uzanan insan əli ifadəsini işlətmişdir. Xəbər aşağıdakı kimidir. NASA kosmosa uzanan insan əlinə bənzəyən nəhəng ulduz formasiyasının fotoşəkillərini təqdim edib. NASA-ya məxsus Chandra müşahidə teleskopu vasitəsilə qeydə alınmış fotoşəkil uzunluğu 150 işıq ili olan rentgen dumanlığının görüntüsüdür. Həmin fotoşəkildə parlaq qırmızı buluda uzanan mavi barmaqlar, baş barmaq və aşkar seçilən çəhrayı şəhadət barmağı, üzük və orta barmaqlar görmək olur. Hədisdə təsvir edildiyi kimi eyni ilə həyata keçmiş kosmosa uzanan bu əl görüntüsü Həzrət Mehdinin zühur etdiyinə, fəaliyyətə başladığına və insanlar tərəfindən tanınmağının yaxınlaşdığına işarə edir. Doğrusunu Allah bilir. Hədisdə keçən insanların seyr etdiyi ifadəsindən də səmaya uzanan əl görüntüsünün teleskoplarla daim müşahidə, baxma, seyr etmə kimi vəzifələri üzərlərinə götürmüş astronomların maraq dairəsinə daxil olmuş kosmik hadisə olduğu açıq şəkildə görünür.